Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Asbestol yanacaq doldurma məntəqəsinin qarşısında yerləşir. Təxminən 250 metr aralı bir məsafədə yerləşir. Asfalt yolun tam kənarıdır. Ön tərəfdə köhnə xəstəxanadır. Həyətyanın sahəsi 5 sotdur. İçində gördüyümüz kimi cürbəcür iri bar verən meyvə ağaçları. Qonşular ilə aralıq kubik daşdan tikilmişdir. İkinci mərtəbənin açıq balkonu var. Torpaq səviyyəsindən 3 pilləkən yuxarıda tikilmişdir. Girəcəyin sol tərəfində geniş zaldır, qonaq otağı. Yəni kondisioner gördüyümüz əşyalar qalacaqdır. Evdə kombi sistemidir. Evdə yaşayış yoxdur. Xeyli vaxtı ev bağlıdır. Hamamıdır. Birinci mərtəbəsinə aid hamamıdır. Ayaq yolusudur. Tam təmirlidir. Kafemiz taxlıdır. Koridorun ön tərəfində evin mətbəxlidir. Birinci, ikinci mərtəbə arası beton monolitdir, mərtəbə arası. İkinci mərtəbənin girişin sağ tərəfində hamamıdır, ayaq yolusudur. Birinci, ikinci mərtəbənin gördüyümüz kimi mərtəbəyə görə hamam tualeti. İkidə birinci mərtəbəsində var işlək hamısı. İkinci mərtəbəsi 3 dənə yataq otağından ibarətdir. İkinci mərtəbədə kondisioner mövcuddur. İkinci mərtəbəyə aid olan açıq balkonu, çıxış-giriş qapısı, hal-hazırda qapı bağlıdır. Yəni açıq balkonu var. Torpaq sahəsi 5 sotdur. Satışa çıxarılan ev Kupçalıdır. Notarial qaydada alqı-satqı edək, evi arzu edə bilərsiniz. Qeyd etdiyim kimi evdə yaşayış yoxdur. Yəni alqı-satqı edərək evin açarlarını əldə edə bilərsiniz. Qiyməti videonun altında qeyd olunacaqdır.